Həkimlik sizin üçün sadəcə bir ixtisasdırmı, yoxsa həyat tərzi? Hər vaxtınız xeyir olsun. Həkimlik bizim üçün həyat tərzidir. Yəni ömrümüzün bu qədər ilini bu təhsilə verib, bir də həkim evladı olaraq həkim ailəsindən çıxdıqdan sonra artıq həkimlik və cərrahiyyə bizim üçün bir həyat tərzinə çevrilmişdir. Hardan gəlir bu başlanğıc deyə sorarsınızsa, mən bir həkim ailəsində dünyaya gəlmişəm. Mənim anam doktor Sənubər Cavadova Neftçalanın və Azərbaycanın ilk nevropatoloqlarından biridir. Professor Mollazadənin tələbəsi və biz gözümüzü həkim ailəsində açmışıq. Həkim olma istiqamətində bütün təhsilimizi almışıq. Qardaşım da eyni zamanda həkimdir. Ağalar Cavadov, doktor, fizik tədavi uzmanıdır. Dolayısıyla bütün ilk həyatımızın başlanğıcından etibarən həkimlik sənəti, həkimlik peşəsi və onun üzərində akademik təhsil, alimlik və cərrah bunun davamında bu şəkildə bizim həyat yolumuz. Hər peşənin bir öyrətdiyi, qazandırdığı və bir də aldıqları var. Tibb, həkimlik peşəsi sizdən nələri aldı, sizə nələri bəxş elədi? Demək belə, bilirsiniz, dünyada yüksək səviyyəli tibbi ixtisası almaq üçün uzun illər tibb təhsili almanız lazım və qazal təhsilinizin yüksək səviyyədə olması lazım. Mənim tibb təhsilim, ondan sonra uzmanlıq təhsili, eyni zamanda akademik fəaliyyətim hardasa bir 20 ilə yaxın həyatınızdan fədakarlıqda bulunur. Həm də mən bildiyiniz kimi təhsilimi xarici ölkələrdə almışam. Yəni Amerika Birləşmiş Ştatlarında ilk dəfə dövlət proqramı ilə 17 yaşında orta məktəb Los Angelesə getmişəm, qazanmışam oranı. Ondan sonra İstanbul Universitetində bakalavr tibb təhsilimi almışam. Sonra uzmanlıq təhsilimi Mərmər Universitetində, daha sonra da akademik fəaliyyətlərimi Yeditepe Universitetində elmi dərəcəmi, dosentlik ünvanımı almışam. Aşağı yuxarı, yəni 6 il tibb təhsili, 5-6 il uzmanlıq və akademik fəaliyyət 17-18 il bizim həyatımızdan almışdır. Amma tabii ki bizə verdikləri önəmlidir. Əlbəttə bu dönəmdə ölkəmizdən 21 ilə yaxın ölkəmizdən uzaq qalmışıq, ailəmizdən, əzizlərimizdən uzaq qalmışıq, onun qarşılığında elm almışıq. Yəni o bir müdrik söz necədir, elm dalınca Çinə gedin, tam biz Çinə getmədik amma Türkiyəyə getdik, Avropa başqa ölkələrə, Amerikaya getdik. Yəni bizi ailəmizdən, sevdiklərimizdən, vətənimizdən uzaqlaşdırdı, amma onun qarşılığında elmimizi, bilikimizi alıb elmli, bilimli cərrah, həkim, alim olaraq ölkəmizə döndük.